Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz dostlar, Azərbaycan xalqının Aşuraya marağının artmasının səbəbləri haqqındadır mövzu. Azərbaycan xalqının Həzrət Hüseynə sevgisi var. Xalqımız Allah Rəsulunu, Həzrət Əlini, Həzrət Fatiməni sevdi, sevir, sevəcək. Övladlarına onların adını verdi. Mədəniyyətimizin önəmli bir parçası ədəbiyyat, musiqi Həzrət Hüseynlə bağlıdır. Sevgi o biri nemətlər kimi istismara açıq nemətdir. Sevdiyinin anlamını, dəyərini, mesajını doğru öyrənməsən, anlamadan sevsən, sevdiyini sənə qarşı çevirəcək, onun əli ilə səni sömürəcəklər. Nemət fəlakət olacaq. Şuursuz sevgi diriltməz, öldürər. Azərbaycanda dərin dini cəhalət var. Əziz xalqımız dinini bilmir. Quran-ı Kərimi oxumadan müsəlman olmuşuq. Bizə Quranı öyrətmədilər, öyrətmək istəmirlər. Belə ki, xalq dinini bilsə, dini siyasi ticarətlər çökəcək. Cahili idarə etmək, sömürmək asandır. Azərbaycan xalqının ehtiyacına uyğun təhsil almaq, elm öyrənmək imkanı yoxdur. Minlərlə gəncimiz məktəbdən uzaqdır, işsizdir. Maddi, mənəvi, psixoloji ehtiyaclarını təmin edə bilmir. Ailə qurmaq imkanı məhduddur. Azərbaycan hakimiyyətinin din siyasəti çökmüşdür. Bu ayrıca bir yazının mövzusudur. Azərbaycanın dini məkanı İranın təsirinə keçmişdir. Dini komitə dini deyil, siyasi qurumdur. Xalqın ehtiyaclarına uyğun deyil. Multikulturalizmi din kimi təbliğ edir. Qafqaz müsəlmanları ruhani idarəsi nüfuzunu itirmişdir. İctimai rəyə təsiri yoxdur. 42 il İslamın şeyxi olan Allahşükür Paşazadənin qurumla bağlı 42 dəqiqəlik çıxışı varmı? Demirəm ki, onlar Qurandan danışsalar işlər düzələcək. Deyirəm ki, onların Quran-ı Kərim adlı davası, hədəfi yoxdur. İran İslam Respublikasının varlığı Həzrət Əlinin, Həzrət Fatimənin, Həzrət Hüseynin üzərində qurulub. O məzhəb ixrac etməyi anayasasına yazıb. Dövlət siyasətidir. Bu işə milyonlarla pul xərcləyir. Həzrət Hüseyn İranın siyasi hədəflərini gerçəkləşdirmək üçün istifadə etdiyi addır. O bu adla öncə Azərbaycanın dini məkanını, sonra da siyasi məkanını ələ keçirməyə çalışır. Azərbaycan xalqının vəziyyəti ağırdır, yoxsuldur, özünü çarəsiz, ümidsiz, kimsəsiz hiss edir. Bu halda olan xalq qurban mövqeyinə keçir, qurban olan xilaskar axtarar. Dərdli xalq üçün xilaskar Həzrət Hüseyndir. Belə ki, xalqın etirazını ifadə edəcək gerçək müxalifətin formalaşmasına izin verilmədi. Onun dərdini çəkəcək alim, yazıcı, şair yoxdur. İçini tökə biləcəyi, çıxış yolu tapa biləcəyi azad mətbuatdan məhrumdur. Bu halda ən etibarlı sığınacaq Həzrət Hüseyndir. İslam tarixini öyrənmək üçün yüzlərlə cild kitab oxumuş bir qardaşınız kimi deyirəm ki, Həzrət Hüseyn o dərəcədə böyük təsirli şəxsiyyətdir ki, onun adı ilə dövlətlər qurulmuş, dövlətlər yıxılmışdır. Azərbaycan xalqının siyasi, sosial, iqtisadi, mədəni, psixoloji halı ilə Həzrət Hüseynin kimliyi arasındakı bağı görmək üçün deyirəm ki, Həzrət Hüseyn və Kərbala mövzusu 15-ci yüzillikdən başlayaraq siyasi məqsədlə ədəbiyyatımıza, mədəniyyətimizə gətirilmişdir. Bundan öncə Azərbaycan ədəbiyyatında Həzrət Hüseyn və Kərbala mövzusu demək olar ki, yoxdur. Motivlər var, ancaq ədəbiyyatın ana mövzuları sırasında deyil. Səfəvilər dövlətin ideoloji əsasını təmin etmək üçün Həzrət Hüseynin adından, Kərbaladan istifadə etdi. Məsələyə siyasi dini don geyindirdi. Ehtiyacına uyğun olaraq biraz da irəli getdi. Tarixi hadisəni dini inancın əsasına yerləşdirdi. Böyük büdcə ayırdı. Pulla yüz illərlə
yüzlerlə əsər yazdırdı, şairlərə böyük mükafatlar verdi, nəticədə dini ədəbiyyatı, mədəniyyəti, hakimiyyəti mənafeyinə yönəltdi. Bu yolla kütləni öz ətrafında birləşdirdi. Bugün eyni şeyi İranın molla rejimi edir. 17-18-ci yüzilliklərdə Həzrət Hüseyn və Kərbala mövzusu arxa plana keçdi. Belə ki, Səfəvilər dövləti zəiflədi, dağılmağa üst tutdu. 19-cu yüzillikdə Azərbaycan ədəbiyyatı və mədəniyyəti yenidən güclü biçimdə Həzrət Hüseyn və Kərbala mövzusuna qayıtdı. Yüzlərlə əsər, ağı yazıldı. Nə baş verdi ki, ədəbiyyat, mədəniyyət yenidən bu mövzuya üst tutdu. Fasilə oldu, facia oldu. Zalim Rusiya xanlıqlar biçimində olan Azərbaycan dövlətini işğal etdi, parçaladı, minlərlə günahsız insan öldürdü. Öz dilini, mədəniyyətini, həyat biçimini, dinini müsəlman Azərbaycan xalqına qəbul etdirməyə çalışdı. Onu qaranlıq bir quyunun dibinə atdı. Rusiyanın zülmü altında fəryad edən çarəsiz, ümidsiz, kimsəsiz, gücsüz, məzlum Azərbaycan xalqı çıxış yolu axtardı. Yenidən məzlum, şəhid, mücahid Həzrət Hüseynlə üz tutdu. Ona yönəldi, dərdini, sevdi, güvəndi Həzrət Hüseynə söylədi. Minlərlə ağı yazıldı. Azərbaycan xalqının ədəbiyyatında, mədəniyyətində dərin bir kədər, acı, hüzn var. Belə ki, o yaralı xalqdır, saysız çilələr çəkmişdir. Nəticədə qurtuluş yolu, xilaskar axtarışına yönəlmişdir. Zəiflər xilaskar axtarar. Azərbaycan xalqının halı ilə Həzrət Hüseyn arasında fitri bağ var. O böyük əzabı, kədəri, hüznü, məzlumluğu, şəhidliyi, zülmə, dirənişi, cihadı təmsil edir. Azərbaycan xalqı Həzrət Hüseynlə bağ quraraq güc qazanmağa, özünü ifadə etməyə çalışdı, halını dilə gətirdi. Həzrət Hüseyn və Kərbala hadisəsi zaman keçdikcə gerçək mahiyyətindən uzaqlaşdırıldı. Siyasi, dini, məzhəbi, sosial məzmun qazandı. Zülmə qarşı dirəniş anlamını itirərək matəmə, ağlaşmaya çevrildi. Deyirəm ki, Həzrət Hüseyn və Kərbala hadisəsi bugün dini, tarixi, siyasi, iqtisadi, mədəni, ədəbi, psixoloji hadisədir. Din, tarix, siyasət, iqtisadiyyat, mədəniyyət, ədəbiyyat anlayışımız düzəlməsə, psixologiyamız dəyişməsə, Həzrət Hüseyn və Kərbala şuurumuz düzəlməz. Dini Kərbalanı siyasi, iqtisadi, məzhəbi, ideoloji ticarətə çevirən xurafəçilər Həzrət Hüseynə xəyanət etdilər, edirlər, edəcəklər. Onun zülmə dirəniş mirasını öldürmək, ədalət uğrunda mücadilə irsini qətl etmək Həzrət Hüseynin şəhid olmasından daha qorxunc hadisədir. Belə ki, insan ölər, ancaq canı ilə ortaya qoyduğu dəyər, ağılları, iradələri, vicdanları inşaya davam edər. Dəyər ölsə, insanlıq da ölər. Dəyəri olmayanın dəyəri olmaz. Həzrət Hüseynlə bağlı saysız hesabsız xurafə var deyə ondan imtina edəkmi? Xeyr, əsla əksinə Rəsulzadənin böyük Aşuranın müəzzəm şəhidi, həqiqi mücahid dediyi gerçək Hüseynə sahib çıxaq. Doğru din, Quran-ı Kərim anlayışına sahib olaq ki, həqiqi Hüseyni saxtasından seçmə imkanımız olsun. Öyrənək, şuurlanaq ki, zülmə dirəniş, təcrübə və ruhu ölməsin. Xurafəçilərlə barış yoxdur, savaş var. Xurafələrlə barışmaq pisliklərlə barışmaqdır. Pisliklərlə barışan pisliyə bulaşdırar. Görün, Həzrət Hüseynlə bağlı hansı xurafələri uydurublar. Xurafəçi insanların Həzrət Hüseynlə münasibətinin əsasına bağımlılığı qoyur. İki növ əlaqə biçimi var. Bağlı olmaq, bağımlı olmaq. Bağlı olmaq anlayışının içində bunlar var. Ağıl düşünür, sorğu-sual edir, iradə seçir, seçimdə seçimin məsuliyyəti də insana aiddir.
Bu münasibətdə insan qurban deyil, əməyə dəyər verir, çalışır, xilaskar axtarmır, xilaskar özüdür. Bir dəlillə qəbul ya da rədd edir. Bu Quran-ı Kərimin inşa etdiyi anlayışdır. İnsan üçün sadəcə çalışmasının qarşılığı var. 53-cü surə 39-cu ayə. Ey iman edənlər və salih əməli olanlar qurtulmuşdur. 113-cü surə 3-cü ayə. Biz hər insanın qədərini öz əməyinə, çabasına bağlı qıldıq. 17-ci surə 13-cü ayə. Məndən istəyin ki, verim. 40-cı surə 60-cı ayə. İstəyən iman etsin, istəyən küfr etsin. 18-ci surə 29-cu ayə. Allah Rəsulu sevgili qızı Həzrət Fatiməyə öz məsuliyyətini xatırladır. Atanın Allahın elçisi olduğuna arxayın olma. Yaxanı Allahın əlindən özün qurtar. Bağımlılıq anlayışında isə bunlar var. Düşünməyə, məsuliyyətə ehtiyac yoxdur. Sorğu-sual, etiraz yasaqdır. Duyğu bastırılır. İrada deyil, şuursuz itaət əsasdır. Bu münasibətdə insan qurban rolundadır. Xilaskara ehtiyac var. O olmasa həlak olar. Ona deyirlər ki, ağlını, iradəni xilaskara təslim etsən, o səni qurtaracaq. Bağımlılıq, köləlik münasibətinin qurulması üçün mütləq qurtarıcıya ehtiyac var. O qeyri-adidir, bizlərə bənzəməz, hər şeyə gücü çatar. Xurafa olmasa qurtarıcı obrazının inşası imkansızdır. Xurafaçı deyir ki, Həzrət Hüseynin yeməyə, su içməyə ehtiyacı yox idi. Aclıq, susuzluq hiss etsə, Allah Rəsulunun, yəni babasının dilindən öpərdi. Babası rəhmətə gedəndə Həzrət Hüseynin 7 yaşı var idi. Görəsən o babasının vəfatından sonra aclıq, susuzluq duyğusunu necə təmin etdi? Xurafaçı öncə dediyini unudur, daha sonra deyir ki, Kərbalada Həzrət Hüseynə su vermədilər. Bu xurafa ehtiyacsız Həzrət Hüseyn obrazı inşa edir. Onu insanlıqdan uzaqlaşdırır, ilaha çevirir. Quran-ı Kərim deyir ki, yaradılan hər varlıq ehtiyaclıdır. Ehtiyacsız olan bircə varlıq var, o da Allahdır. Xurafaçı sonra da deyir ki, Həzrət Hüseyn bizim örnəyimizdir. Bizim kimi olmayanın bizə örnək olması imkansızdır. Allah elçisinə belə əmr edir. Məhz əmr edir. Qul ənə bəşərun mislikum. De, mən də sizin kimi bir insanam. Elçilər insanlara örnək olsunlar deyə insanlar içindən seçilmişlər. Onlar doğular, yeyər, içər, yatar, evlənər və s. İnsan belə şeyə necə inanır? İnandırılır. Əziz dostlar, düşünmək, çalışmaq, məsuliyyət yükləmək çətin işdir. Uzun və bahalıdır. Xurafaçı isə ən asan, ən qısa, ən ucuz yolu təklif edir. Düşünməyə, çalışmağa, məsuliyyətli olmağa ehtiyac yoxdur. Xilaskarın ətəyindən tut, cənnətə gir. Xurafaçı, hər xurafaçının içində cəhalət, yalan, qazanc var. Deyir ki, Həzrət Hüseyn Mövlamızdır. Əl-Mövla Allahın adlarından biridir. Quran-ı Kərimdə eyni kökdən olan vəli sözü Allaha da, insana da aid edilmişdir. Ancaq Əl-Mövla biçimi bir tək Allaha aiddir. Quran-ı Kərim buyurur ki, gerçək Mövlanız, rəhbəriniz Allahdır. O sadiq dostdur. Ona inananları qoruyandır. Bizim qoruyacağımız Həzrət Hüseyn, Həzrət Məhəmməd deyil, Allahdır. Ya Hüseyn, ya Məhəmməd deyib onları yardıma çağırmaq anlamsızdır. Yardım edə bilməzlər, vəfat ediblər. Həzrət Hüseyn ən zor, ən dar gündə ya Məhəmməd, ya Əli, ya Fatimə deyib onları yardıma çağırmadı. Ya Allah dedi, çağırdı. Bu xurafaçı namaz qılır, namazın hər rükətində Fatihə oxuyur. Fatihə deyir ki, yardımı ancaq Allahdan istə. Xurafaçı deyir ki, Həzrət Hüseyni kim yuxuda görsə cənnətə girər. Biz yuxuda gördüyümüz insanın Həzrət Hüseyn olduğunu haradan bilək? Onu görmədik, tanımadıq, şəkli yoxdur, videosu yoxdur, çəkilməyib. Qeyd edim ki, İslam böyüklərinin şəkilləri uydurmadır, məzhəb təbliğatı üçündür.
heç birinin şəkli olmayıb. Doğum günlərini qeyd etmək uydurmadır. Belə ki, heç birinin doğum tarixi dəqiq deyil. Bircə faktı deyim ki, Allah Rəsulunun doğumu ilə bağlı ən azı 8 tarix var. Bir insanı yuxuda görməklə cənnətə girmək mümkündürsə, o halda Quran-ı Kərimi əməyə, mücadiləyə, imana, salih əməllərə nə ehtiyac var? Bu xurafaya inanan insan çalışarmı? Xeyri, bərəkəti, halallığı çoxaldarmı? Xurafaçı deyir ki, Kərbəla Kəbədən üstündür. Bu söz yeni qiblə uydurmaq, paramparça olmuş bir ümməti daha çox parçalamaqdır. Təfriqədir, məzhəbçiliyin dibidir. Hər məzhəbçi xurafaçı olmağa məhkumdur. Xurafaçı deyir ki, biz Həzrət Hüseynə 40 gün deyil, il boyu yas tutmalıyıq. Allah Rəsulu heç bir ölüyə Quran-ı Kərim oxumamış, 3, 7, 40, 52 cuma axşamı qara bayram keçirməmiş, ölünün yuyulması, kəfənlənməsi, cənazə namazının qılınması üçün haqq, pul, para istəməmiş, heç bir ölüyə 40 gün yas tutmamış, çadır qurub yemək paylamamış, məscidin yanını yeməkxanaya çevirməmiş, məzar yerini pulla satmamış, mərmərdən başdaşı qoymamışdır. Allah Rəsulu vəfat etmiş, insanın arxasınca saçını yolaraq, yüzünü cıraraq, bağıraraq, sinəsinə başına döyərək, özünü yerdən yerə vuraraq ağlamağa sərt bir dillə xəbərdarlıq yasaqlamışdır. Xəbərdarlıqla yasaqlamışdır. Allah Rəsulu vəfat etdi. Ona Quran-ı Kərim oxundu mu? 3, 7, 40, 52 cuma axşamı qara bayram keçirildimi? Sonra Həzrət Fatimə, Həzrət Əli, Həzrət Həsən Allahın rəhmətinə qovuşdular. Onların hansına Quran-ı Kərim oxundu? 3, 7, 40, 52 cuma axşamı qara bayram mərasimləri keçirildimi? Allahın buyurmadığı, Allah Rəsulunun təcrübəsində olmayan bir şeyi ediriksə, biz kimin ümməti oluruq? Bu yanlış din ticarətinin önünü açdı, yas biznesi ortaya çıxdı. Bugün Azərbaycanda yoxsul bir insanın ölüsünü dəfn etmək üçün ən azı 3-5 min manata ehtiyacı var. Lüks mərasimlərdən danışmağa belə dəyməz. Bu israf, günah, yazıq deyilmi? İrandakı din anlayışını, yas ənənə və biçimini israrla Azərbaycana gətirmək istəyən qardaşlarıma deyirəm ki, bu anlayış İran xalqına nə verdi? İranda ədalət, azadlıq, söz, ifadə hürriyyəti, inkişaf, elm, təhsil varmı? Bərəkətli torpaqları, zəngin təbii sərvətləri olan İran xalqı niyə dilənçi kökündə yaşayır? İranın ağıllı, istedadlı insanları niyə bu ölkədən qaçırlar? İddianıza səmimi isəniz, niyə övladlarınızı təhsil almağa, işləmək üçün İrana deyil, Avropaya, Yaponiyaya, Amerikaya göndərirsiniz? Həzrət Hüseyn üçün ağlamayaq demirəm. Onun şəhadətinin hüzünlü yönü var. Sevən sevdiyini itirəndə ağlayar. Deyirəm ki, bu böyük işi ağlaşmaya çevirmək, işin əsli ağlaşmaq deyil, mücadilədir. Ağlaşmağı, özünü zəncirləməyi mücadilənin yerinə qoysaq, ağlar günə qalacağıq. Cəhalət ağlımızı, vicdanımızı, əlimizi, qolumuzu zəncirləyəcək. Xurafaçı deyir ki, Həzrət Hüseyn Allahdan izin istədi. Mənə izin ver ki, paramparça edilərək insanlara sevgimi göstərim. Həzrət Hüseyn Allahdan necə izin istədi? Onunla necə bağ qurdu? Heç bir insanın o sıradan elçilərin Allahla birbaşa danışmaq imkanı yoxdur. Allahdan vəhiy almaq ancaq elçilərə aiddir. Vəhiy də birbaşa almırlar. Elçilərin Allahla ünsiyyət qurmasının bu yolları var. Heç bir ölümlü Allahla üz-üzə danışa bilməz. Elçiyə ani içə təsir edən ilahi bilgi göndərər. Pərdə arxasından danışar. Elçini Cəbrailə göndərər. 42-ci surə 51-ci ayədə Həzrət Hüseyn Allahın elçisi olmadığına görə Allahdan vəhiy alması, izin istəməsi də imkansızdır. Xurafaçı Bakıda Həzrət Hüseynlə bağlı məclis keçirir. Deyir ki, harda Həzrət Hüseynlə bağlı məclis varsa onu görür. Məsələn, Bakıda, Tehranda, İsfahanda
İstanbul'da meclis varsa Həzrət Hüseyn görür. 1400 il önce şehit olmuş Həzrət Hüseyn onunla bağlı meclisleri necə görür? Her şeyi gören, bilen, eşiden sadece Allah değil mi? Xurafatçı deyir ki, Həzrət Hüseynin şəhid olması onun qədəridir. Elədirsə, Həzrət Hüseyni şəhid edənləri niyə lənətləyirsiniz? Bu anlayışa görə onların da qədəri Həzrət Hüseyni şəhid etmək olmurmu? Bu saxta qədər anlayışına en güzel cevabı Həzrət Zeynəb vermiştir. O qardaşını Allah öldürdü deyən zalıma belə demiştir. Vallahi mən Kərbəla çölündə əlində qılınc olan Allah görmədim. Xurafaçı insanları 2000 dollara Bakı, İstanbul, Bağdad hava reysi ilə İraqa, Nəcəfə qəbir ziyarətinə aparır. Bunun dinin vacib əməli kimi tanıdır. Deyir ki, günahlarınız bağışlanacaq. Yəni din taciri 2000 dollara cənnət satır. Əziz dostlar, xurafalar o kadar çoxdur ki, onları bir yazmaq, çürütmək, ifşa etmək imkanım yoxdur. Təklif edirəm ki, dövlətin uyğun qurumlarının yanında bölmələr yaradılsın, xurafalar toplansın, təhlil edilsin, cavablar yazılsın, kitab biçimində çap olunsun, orta və ali məktəblərdə dərs kimi öyrədilsin. Bu kitabları hər ailəyə verilsin. Dövlətin uyğun qurumları dini, əxlaqi, fikri təhlükəsizliyi, dövlətin varlığını təhdid edən xurafalarla niyə savaşmır deyirsinizsə, işi bilmir, vəzifələrinin haqqını vermirlər. Təhlükənin ciddiliyini qavramırlar, ya da qorxurlar, ya da molla rejiminin təsiri altına düşüblər. Həzrət Hüseyn həm əmanətdir, həm əmanətlər Allah Rəsulunun əmanətidir. Əmanət anlayışı bu mənaları daşıyır. Dəyərlidir, güvən var. Allah Resulü ümmetine güvendi, emanet etti, korumak üçündür. Allah Resuluna, ailesine sevgini ifade edir. Vəfa, sədaqət istəyir. Həzrət Hüseynin də insanlığa əmanəti var. Zülmə dirəniş, ədalət uğrunda mücadilə, əmanətin qorunması onun dəyərinin bilinməsi ilə mümkündür. Anlayan sevər, sevgi fədakarlığı qorumağa, vəfaya yol açar. Bizi Həzrət Hüseynin etdiyini etməyə yönəldər. Həzrət Hüseynlə bağlı uydurulmuş hər xurafa ona iftiradır, zülmə dirəniş əmanətinə xəyanətdir. Böyük dəyərin içini boşaltmaq, mənasını pozmaq, zəncir vurmağı, xeyir, bərəkət, halallıq uğrunda mücadilə etməyin yerinə qoymaqdır. Anlayış pozulsa dəyər anlamını itirər, əxlaqda, davranışda pozular. Həyat, iman və cihaddır deyən Həzrət Hüseynə salam olsun. Kərbəla çox yönlü hadisədir. Tarixi, dini, sosial, psixoloji, siyasi yönləri var. Bizim üçün ən önəmli yönlərindən biri də budur ki, Kərbəla hadisəsi İran molla rejiminin Azərbaycan siyasətinin əsaslarını müəyyən edən ölçülər sırasında yer tutur. Bu siyasəti qavramadan Kərbəla vasitəsilə əldə edilməyə çalışan siyasi hədəfi doğru oxumaq imkansızdır. İranda Azərbaycana münasibətdə iki əsas yön var. Nisbətən yumşaq siyasətin tərəfdarları İranın etnik yapısını da nəzərə alaraq deyirlər ki, savaşdan sonra gerçəklik dəyişdi. Azərbaycana düşmənlik etməyə, onu sıxışdırmağa, qıcıqlandırmağa ehtiyac yoxdur. Ermənistanla aramıza məsafə qoymalıyıq. Siyasi, iqtisadi, mədəni əlaqələrimizi gücləndirməliyik ki, Azərbaycana təsir imkanımız artsın. Azərbaycan xalqı İran Ermənistana yardım edir anlayışından uzaqlaşsın. Bu siyasətin tərəfdarlarının sayı azdır. İranın Azərbaycan siyasətinə təsirləri zəifdir. Azərbaycana sərt münasibət tərəfdarlarının çoxluğun anlayışını müəyyən edən ölçülər bunlardır. Azərbaycan adlı dövlət yoxdur. O İranın tərkib hissəsidir. Azərbaycanı yenidən İrana birləşdirməliyik. Müstəqil Azərbaycanın varlığı İran üçün təhlükədir. Bugün Azərbaycanı İrana birləşdirməyə gücümüz çatmırsa, o müstəqil də olmasın.
Rusiyanın tərkib hissəsi olsun. 19-cu yüzillikdə Rusiya ilə bağladığımız müqavilələr hökmünü qorusun. Fars Molla rejiminin istədikləri bunlardır. Azərbaycanın Rusiyanın tərkib hissəsi olması da mümkün deyilsə, Rusiya və İranın təsir məkanında ki, zəif dövlət olsun, İrana təsir imkanı qalmasın, Azərbaycan Avropaya yaxınlaşmasın, bu Avropanın İranın sınırına yerləşməsi Molla rejiminin təhlükəyə girməsi anlamını daşıyır. Azərbaycanın Türkiyə ilə münasibətlərinin də güclənməsi İranın strateji çıxarlarına uyğun deyil. Molla rejimin zəif Azərbaycan anlayışının gerçəkləşməsi üçün vasitələrə ehtiyacı var. İranın əlində iki əsas vasitə var: siyasi, dini. Siyasi vasitə budur. İran uzun illər Ermənistandan, Qarabağ ermənilərindən istifadə edərək Azərbaycanın güclənməsinə imkan vermədi. Cəsur Azərbaycan ordusu Qarabağı zalımdan və zülmdən azad etdi. Bu siyasi imkanı İranın əlindən aldı. İran Azərbaycanı sınırını nəzarətə götürdü. Allah'ın bu çox böyük hadisə İran Molla rejimini dəliyə çevirdi. Siyasi vasitə önəmli ölçüdə itiriləndən sonra yerdə qaldı Molla rejiminin xurafalar üzərində qurulmuş siyasi məzmun və hədəfi din anlayışını Azərbaycana yerləşdirmək. Saxta din anlayışı deyirəm belə ki, Həzrət Hüseynin uğrunda canını fəda etdiyi iki dəyər var: zülmə dirəniş və ədalət. Bu iki dəyərin heç biri İranda yoxdur. Molla rejimi Həzrət Hüseynin azadlıq mirasından öz xalqını və başqa xalqları kölələşdirmək üçün istifadə edir. Onu təhrif edir, siyasi hədəflərinə uyğunlaşdırır. Molla rejimi tarixi hadisə olan Kərbəlanı din kimi tanıdaraq Azərbaycanın dini məkanını, sonra da siyasi məkanını ələ keçirməyə çalışır. Bu məsələdə İranın yardımcısı Azərbaycan xalqının cəhalətidir. Düşmənə yardım etmək üçün onun tərəfinə keçməyə ehtiyac yoxdur. Cahil olsan yetər. Azərbaycanda xurafaya bağlı din anlayışını təmsil edənlərin, liderlərin hamısının İran Molla rejimi ilə əlaqəsinin olduğunu demirəm. Məsələ belədir. Təcrübəli, böyük imkanlara sahib Molla rejiminin təbliğatı qarşısında aciz qalan Azərbaycan hakimiyyəti özünə uyğun dini liderlər yetişdirir, onları önə çıxarır. Bu yolla kütləni bölür, Molla rejiminin təbliğatının təsirini azaltmağa çalışır. Ancaq xurafə ilə yox edilməsi mümkün olmadığından nəticədə Azərbaycanın hakimiyyətinin istədiyi deyil, Molla rejiminin olur. Onun mövqeyi güclənir. Xurafəni üç rəngli bayrağın altında danışmaqla qara bayrağın altında danışmağın fərqi yoxdur. Çıxış yolu hər şey ciddi ilə sağalar ölçüsünə əməl etmək, xurafaya qarşı elmi gerçək dini qoymaqdır. Molla rejiminin siyasi imkanını şanlı Azərbaycan ordusu sıradan çıxartdı. Dini don geyinmiş, silahını da doğru din siyasəti, gerçək din alimləri, ziyalılar sıradan çıxara bilər. Biz dinimizi doğru öyrənməsək, İranın təsirindən qurtulmaq imkansızdır. İnsanları sürüləşdirmək üçün bütlərə ehtiyac var. Büt bir siyasi lider, insan, şeyx, heyvan, məzar, pir, ağac, daş ola bilər. O ilahlaşdırılmış, ilahi güc yüklənmiş varlıqdır. Ona itaat edilir, yardım istənilir, toxunulmazdır, qusursuzdur. Sorğulamaq yasaqdır, xilaskardır, şəfa verir, insanları Allahın əlindən qurtarır. Nəfəsi ilə cəhənnəm ateşini söndürür, kainatı idarə edir. O olmasa din yox olar, qurtuluş olmaz. Sürüləşdirmək üçün, bütləşdirmək üçün ağlın ölməsinə ehtiyac var. Ağlın fitrəti pozulmasa, doğru çalışmaq imkanın itirməsə, bütləşdirmə, sürüləşdirmə gerçəkləşməz. Doğru çalışan ağlın bir əlaməti də budur. Öyrənir, düşünür, araşdırır, sorğulayır. Niyə deyir? Dəlil istəyir. Əlaqə qurur, nəticə çıxarır. Allah ağlı nemət, əmanət kimi dəyərləndirir. Ağıl, iradə, vicdan insanı başqa varlıqlardan seçir, üstün qılır. Allah buyurur ki, varlıqların ən şərlisi
ağlından istifadə etməyəndir. 8-ci sura 22-ci ayə. Allah ağlından istifadə etməyənlərin üzərinə pislik tökər. 10-cu sura 100-cü ayə. Ağlı öldürmək üçün də xurafalara ehtiyac var. Ağıl anlayışlarla, sözlərlə düşünür. Anlayışın, sözün mənası dəyişdiriləndə ağıl doğru çalışma imkanı itirir. Ağıl öləndə irada da sıradan çıxır. Doğrunu seçmək imkanı qalmır. Şeyx Nizami deyir ki, cəmiyyətin əxlaqını pozan iki əsas təbəqə var. Əxlaqsız siyasətçilər, imansız dindarlar. Onların əxlaqı düzəlməsə, insanların əxlaqı düzəlməz. Xurafələrin ağlını, əxlaqını pozduğu siyasətçi öz övladının boğazına ərinmiş qurğuşun tökərək öldürər. Xurafələrin ağlını, vicdanını zəhərlədiyi din adamı Allahu Əkbər deyər, baş kəsər. Of da deməz. Savab qazandığına inanar. Onun kimi inanmayanları kafir elan edər. Və sonda nə etməliyik sualına cavab verməyə çalışacaq. Bizim təklifimizin iki yönü var. Saxta din anlayışını, cəhaləti, xurafəti sıradan çıxarmalıyıq. Gerçək dini tanımalıyıq. Din anlayışımızın mərkəzinə Quran-ı Kərimi qoysaq bunlar olacaq. Allahı doğru tanıyacağıq, tövhidi öyrənəcəyik, əxlaqımız düzələcək, ədalət, mərhəmət, barış, huzur olacaq. Kimsə bizi dini anlayışlardan istifadə edərək sömürə bilməz. Məzhəbçi, bölücü din anlayışı çökəcək. Üst kimlik formalaşacaq. Biz sünni şiə deyilik, müsəlmanıq. Azərbaycanın siyasi birliyini, bütövlüyünü təmin edən anlayış bərabər hüquqlu vətəndaşlıqdır. Biz Azərbaycan vətəndaşlarıyıq, Azərbaycanlıyıq. Azərbaycanda yaşayan hər xalq bu dövlətin qurucusudur. Azərbaycanlı olmaq etnik kimlik deyil, siyasi kimlikdir. Azərbaycanın dini birliyini, bütövlüyünü təmin edəcək anlayış da şiə sünni kimliyi deyil, müsəlman kimliyidir. Heç bir məzhəb bizi birləşdirə bilməz. İlahımız tək olan Allah, dinimiz İslam, kitabımız Quran-ı Kərim, adımız Müslim, müsəlman, qibləmiz Kəbə, örnəyimiz Allah Rəsulu və elçilərdir. Din anlayışının mərkəzinə Quran-ı Kərimi qoysaq, bu nəticələr ortaya çıxacaq. Xurafələrin, cəhalətin beli qırılacaq. Din ticarətinin, din tacirlərinin imkanı azalacaq. İran molla rejiminin ixrac etdiyi siyasi məqsədli içində hər şey olan tarixi şəxsiyyətləri, mifləri, əfsanələri din kimi tanıdan anlayış çökəcək. Türkiyədən daha çox təriqətlər yolu ilə gələn zəhərli din anlayışı sıradan çıxacaq. Ərəb dünyasından gələn təkfirçi, radikal, bölücü din anlayışı təsirini itirəcək. Ateizmin siyasi qanadı olan rusçuluq özünə yer tapmayacaq. Azərbaycanın siyasi dini bütövlüyü təmin olunacaq. Bölücülüyün yolu kəsiləcək. Quran-ı Kərim ayrıca dərs kimi öyrədilməlidir. Quran-ı Kərimin təbliğinə geniş yol açılmalıdır. TV-lərdə radyo kanalı açılmalı, din alimləri yetişdirməli, işi bilənlərə tapşırılmalıdır.